Salam dəyərli izləyicilərimiz. Bugün istəyirəm ki, sizinlə birlikdə DİM OTK sınaqlarından ümumi sınaq 18-ci sınaqla birlikdə baxaq. Öncə isə demək istəyirəm ki, həmişəki kimi əgər hələ də kanalımıza abunə deyilsinizsə abunə olun. Orada deməli kanalın sağ tərəfində zəng işarəsinə klik edərək bildirişləri aktiv edin ki, yüklənən videolardan ilk olaraq siz xəbərdar olun. İndi isə keçək sınavımızın izahına. Birinci sualda bizdən soruşur ki, yaşıl rəngli çiçəkləri olan söyüdün bir zoğunda olan generativ orqanların maksimum növ müxtəlifliyi A ilə işarə olunubdur. Sarı rəngli çiçəklərdə olan söyüdün çiçəkləri olan söyüdün bir zoğunda olan generativ orqanların maksimum növ müxtəlifliyi isə B ilə işarə edibdir və A ilə B-nin cəmi bizdən soruşur. Ümumiyyətlə biz bilirik ki, yaşıl rəngdə çiçəklər söyüdün dişi çiçəkləridir. Sarı rəngdə çiçəklər isə erkək çiçəklərdir. Niyə? Çünki söyüd özü iki evli bitkidir. İki evli bir cinsdir. Yəni iki evli nə deməkdir? Bir xatırlama eləyək. İki evli demək, yəni ki, ayrı-ayrı bitkilərin üzərində yerləşir bunların deməli generativ orqanları. Yəni dişi bitki, erkək bitki olaraq ayrılır və cinsinə görə ayrılanda isə bir cinsli iki cins nə deməkdir? Bir cinsdə odur ki, yəni bu çiçəyin üzərində bir cins var. Ya erkəkcik var, ya dişicik var. İki cinsdə odur ki, hər ikisi var. Deməli, söyüddə isə həm bir evli, iki evlidir, həm bir cinslidir. Yəni ayrı-ayrı bitkilərin üzərində yerləşir deməli cinsiyyət orqanı və eyni zamanda yerləşdiyi çiçəklərdə hər birində ayrı-ayrı cinsiyyət orqanları var. Deməli, bizim onda yaşıl rəngli çiçəklərimizdə olacaq generativ orqanlar müxtəlifliyi hansılardır? Ümumiyyətlə, bunu da yadımıza salırıq ki, generativ orqanlar və vegetativ orqanlar hansılar idi? Generativlər bunlar idi çiçəkli bitkilərdə. Toxum idi, çiçək idi, meyvə idi. Və bizim əgər dişi bitkimizdirsə, dişi çiçəyimizsə, onun üzərində nə olacaq? Çiçək də olacaq, meyvə də olacaq, toxum da olacaq. Amma erkəkdirsə, burada yalnız erkəkcik olacaq deyənə, yalnız çiçək ola bilər. Yəni burada meyvə toxum əmələ gəlmə ehtimalı yoxdur. Yəni A olacaq bizdə yaşıl rəngli dişi bitki olduğuna görə olacaq müxtəliflik olacaq 3. B-də isə olacaqdır 1. Və bunların cəmi toplam 4 edir. İkinci sualımıza baxaq. Zolaqlı kərtənkələnin cinsiyyət xromosomlarının hansı genlərində baş verən mutasiyalar erkək fələrdə üzə çıxa bilər? X xromosomunda ABCM var, Y xromosomunda ABCOD var. Biz indi baxmalıyıq ki, burada ortaq olan genləri seçməliyik ki, yəni erkək fərdlərdə olsun da. Daha doğrusu ortaq deməyim, yəni ən sonunda gəlib ortağı tapacağıq. Amma bizim başlanğıcımız ortağı axtarmaq deyil. Bizim başlanğıc niyyətimiz odur ki, X-də olanı tapmaqdır. Və X-də olmalıdır. Çünki zolaqlı kərtənkələdə erkəklər XX-dır, dişilər XY-dir. Deməli, Y-də ola bilən və X-da olmaya bilən istənilən bir gen dişiyə məxsusdur. Amma indi elə bir gen seçməliyik ki, o Y-də əgər varsa, o X-da da olsun həmin gen. Məsələn, burada ola bizdə ABC olar. Amma ABC olaraq yoxdur, bir variant yoxdur, elə bir variant. Sonra bizdə mövcud, yəni ABC-dən mövcud olan AB var. Ona görə də AB-ni seçməliyik. Məsələn, AC olsaydı o da seçərdik, BC olsaydı onu da seçərdik. Belə hallarda olsa seçərdik, amma bizə verilən mümkün variantların içərisində AB var, ona görə də AB-ni seçəcəyik. Növbəti sual. Eyler-Venn diaqramına uyğun bəndləri seçin, müəyyən edin deyir. Deməli, bizə nə verib? Bütün halları veribdir. Deməli, biri aid olacaqdır. Bu, deməli, aiddir quş. Yəni, baxan kimi görür ki, bu quşun ifrazat sisteminə aiddir. Bu isə məməlinin ifrazat sisteminə aiddir. Bu, erkək quşdur, bu isə dişi quşdur. Yəni, baxanda zaten görür, yumurtalığın tək sulu olması ilə hiss olunur. İndi bizə nədir? Yazaq bura bir dənə quş yazaq üstünə. Quş. Burada yazaq məməli. Məməli. Biz oxşama da söz. Bir sərgən yazın qoy. Məməli. Aha. Mezoderma mənşəlidir. Yəni, bu dedim axı ifrazat sisteminə aid olan xüsusiyyəti. Mezoderma mənşəli hər ikisində. Deməli, mezoderma mənşəli sözü bura düşəcəkdir. Sidik hissəsi olmayan heyvanlarda olur. Biz bilirik ki, quşlarda sidik hissəsi yoxdur. Deməli, 2 bura aiddir. Lələk örtüyünə malik heyvanlarda olur. Bu da bura aiddir, quşlara aid xüsusiyyətdir. Körpücük sümükləri olmayan məməli heyvanlarda ola bilər. Bəli, bu məmələrə aid olan xüsusiyyətdir. Çünki, məsəl üçün, bərk qaçan heyvanlarda, əksər məmələrdə belə deyək, əslində körpücük sümüyü yoxdur.
Məsələn, itdi, atdı, yəni əksər şirdi, pələngdi bunlardan. İsti qanlı heyvanlar üçün səciyyəvi xüsusiyyətdir. Bu hər ikisinə aid olan ortaq xüsusiyyətdir. Qulaq heyvanı olan heyvanlar üçün səciyyəvidir. Qulaq heyvanı var yalnız məməlilərdə. Deməli 1 oldu, 2, 3, 2, 4, 6, deməli 3 də 1, 5. Biz siz nəyə diqqət edin həmişə? Məsələn, burada 1-i burada veribdi, 3-ü burada verib, 2-ni burada. Amma cavablarda görürsünüz 3-ü kənarda qoyubdu. Amma burada 3 ortadadır. Yəni səhvən belə yazırlar, orada səhvə yol verirlər müəllimlər. Orada diqqət edin. Deməli 1-ə aid oldu 2, 3, 2-yə 4, 6, 1-ə 2, 3, 2-yə 4, 6, 1-ə 2, 3, 2, 3, 4, 6 bu da elə A variantında görür ki, verib bizə. Növbəti sual. Şəkildə göstərilən proses necə adlanır və bu prosesdə iştirak edən orqanizmlərdən yalnız biri üçün səciyyəvi olan xüsusiyyət hansıdır? Bu görkəm mikorizadır. Çünki göbələk mitsellərinin, ağac köklərinin simbiozudur. Və bizə nə deyirdi ki, səciyyəvi olan xüsusiyyət hansıdır? Mikorizadır. Mikorizanın səciyyəvi olan xüsusiyyəti nədir? Parazitizm deyil, tənəffüs deyil, aminosanizm deyil. Mikorizadır, avtotrofi olan qidalanmadır. Ola bilər, çünki bitki avtotrofi olan qidalanacaq. Amma göbələk yox. Yalnız bir üçün səciyyəvi olan xüsusiyyət oldu. Deməli, D variantı. Sonra hansı xəstəliyin törədici bir hüceyrəli, keçirici isə çox hüceyrəli orqanizm ola bilər. Bu arada onu deyim ki, mən bəzən yazırlar ki, orada müəllimlər ki, çox tələsik danışırsınız, nə bilim, çox tez-tez deyirsiniz. Yəni mən çalışıram maksimum sualların bütün variantlarını geniş izah verim və bunu az bir vaxta sığdırım. Bu həm mənim vaxtım getməsin. Yəni bilir ki, vaxt bu dəqiqə qızıldan dəyərli bir şeydir. Yəni hər şeydən dəyərlidir vaxt bizim üçün. Eyni zamanda da az vaxtda çox məlumat çatdırım. Ona görə maksimum mən çalışıram ki, nitqimi biraz tələskən edeyim. Əgər sizə belə qulaq asa bilmirsinizsə, tempi biraz aşağı salıb, burada funksiya var da, yəni onu aşağı salıb idarə edə bilərsiniz. Deməli, müddəti. Əgər yox, ümumiyyətcə bəyənmirsinizsə, yəni sadəcə izləməyə bilərsiniz. Bunu da qeyd edin bu arada. Mənim məqsədim hər kəsə xoş gəlmək deyil. Burada yəni biz artist deyilik, müğənni deyilik. Sadəcə dərs izah veririk və bir dərs sahəni, müəllimin dərs sahəni hər kəsə xoş gəlməyə bilər. Söylədim ki, məqsədim də o deyil, hamıya xoş gəlsin. Kimə xoş gəlirsə, kim nə götürə bilirsə, yenə qənimətdir. Və mən zaten geri dönüşlər alıram, təşəkkürlər alıram. Bu mənim üçün çox xoş olur. Və bu arada diqqətli izləyicilərimizə də təşəkkür edirəm. Direktdə yazan, Instagramda da yazan, burada da təşəkkür edən, diqqətli izləyicilərimizə də yenə də təşəkkür edirəm. İndi isə keçək sualımıza davam edək. Hansı xəstəliyin törədici dediyi bir hüceyrəlidir, keçiricisi çox hüceyrələrdir. Deməli, bu söhbət ilə baxan kimi deyirəm ki, malyariyadan gedəcək. Malyariyanın törədicisi malyariya plazmodiumudur. Bu haqda Instagramda mən bir dənə 90 saniyəlik video çəkmişəm. Amma o 90 saniyənin içərisində hər şeyi yerləşdirməyə çalışmışam. Orada diqqətlə baxsanız, tam aydın olacaqdır sizə. Onun keçiricisi isə çox hüceyrəli orqanizmdir. Bəli, məsələn, malyariya ağcı qanadan özüdür. 6-da hansı heyvan ifrazat sistemi orqanlarının axacaqları bədənin baş hissəsinə xarici açılır? Bu yalnız heyvanlar arasında yalnız çayxana çənginə aid olan xüsusiyyəti yaşlı vəzlərdir ki, başından xarici açılır. Lamarckın sistematikasında onurğasız heyvanlar neçə pillədə yerləşdirilib? 2 pillədə, 5-ci, 6-cı pillədə onurğalılardır. Ora qədərsə 4 pillədə isə onurğasızlardır. B variantı. İnsanın 3-cü boyun fəqərəsi bilavasitə neçə sümüklə birləşir? İnsanda məməli olduğuna görə 7 dənə boyun fəqərəsi var. 3-cü boyun fəqərəsi. Deməli nə deyirdik? 8-də qalmışdıq. İnsanın 3-cü boyun fəqərəsi bilavasitə neçə sümüklə birləşir? Dedi ki, məməli olduğuna görə insan 7 dənə boyun fəqərəsi var. Və hər boyun fəqərəsi bir özündən əvvəlki, bir də özündən sonraki fəqərə ilə birləşir. Yalnız fəqərə ilə birləşir və bir də birləşir birinci boyun fəqərəsi əzizə ilə. Yəni bütün hallarda 2 sümüklə birləşmiş olur. Neçə sümüklə birləşir? Bəli, yəni 3-cü boyun fəqərəsi də yenə o birisilər kimi 2 dənə sümüklə birləşmiş olacaqdır. Bu da nə oldu buna? B variantı. Sonra şirin su hidrasının həm daxili, həm də xarici qatında yerləşən hüceyrələrində ola bilər. Həm xarici, həm də daxili qatında olan hüceyrələrdə ola bilər. Nə ola bilər? Qamçı ola... Yox. Qamçı... Bir dəqiqə. Qamçı ola bilər, düzdür. Çünki daxili qatda qamçılı və həzm hüceyrələri var. Qamçılı həzm hüceyrələri. Xarici qatda da işte, yəni hidra bilir ki, əlverişsiz şəraitdə, yəni havalar soyuduqda, payızda cinsi yolla çoxalmağa başlayır və o zaman onun spermatozoid əmələ gəlir xarici qat hüceyrələrində. Və onların da bilir ki, qamçısı var. Ona görə də qamçı ortaqdır. Həm xarici qat hüceyrələrində, həm daxili qat hüceyrələrində ola bilər.
Demək deyil, yəni həmişə belədir. Yenə dediyim kimi o şərt daxilində ola bilər ancaq. İlk dəfə genetik xəritəsi Barbara McClintock tərəfindən tərtib edilən bitki üçün səciyyəvi olmayan, söhbət burada qarğıdaldan gedir. Yəni qarğıdalın gen xəritəsi bilir ki, Barbara McClintock tərəfindən tərtib edilibdir. Yəni onun genomu dəyişilibdir. Nə deyir biz indi? Yəni geni modifikasiya olunubdur. Gövdəsinin içərisi boş olmur, bəli. Onun biz bilirik ki, taxıllarda ümumiyyətcə gövdənin içərisi boşdur, yəni küləş gövdədir. Amma qarğıdalı və bir də şəkər qamışında içərisi boş deyil. Onlarda küləş deyil, yəni parenxima adlanan maddə ilə doludur. Ona görə gövdəsinin içərisi boş olmur, düz fikirdir. Bizə nə deyir? Səhvi deyir tapını bizə. Demək bu doğrudur, bunu götürməyəcəyik. Sonra bir evli, bir cinsli bitkidir. Bu da doğru fikirdir. Həm bir evlidir, qarğıdalı, həm də bir cinslidir. Yəni bir evin üzərində deməli, yəni ki bir bitkinin üzərində həm dişi çiçəklər var, həm erkək çiçəklər var. Erkək çiçəklər qarğıdalıda süpürgə çiçək qrupunda toplanır və gövdənin baş hissəsində yerləşir. Dişi çiçəklər isə qıça çiçək qrupunda toplanır və nisbətən aşağı hissələrdə yerləşir. Bizim o istifadə etdiyimiz qarğıdalı kimi istifadə etdiyimiz məhsulu, qarğıdalı məhsulu kimi istifadə etdiyimiz əslində dişi çiçəklərdir. Yəni dişi çiçəklərin üzərində meyvə əmələ gəlir, təbii ki. Qıça çiçək qrupunun əmələ gətirdiyi meyvələri yeyirik biz. Bizə deyir ki, sonra deməli bir düzgün oldu. Bir evlidir, bəli, bir cinslidir həm də. Bir evli olub bütün çiçəklərin meyvə əmələ gəlir. Yox, elə bu səhvdir. Necə də dedim, bu barədə danışırdım elə. C variantı səhvdir, o birislərə də baxaq yenə. Vətəni Mərkəzi Amerika hesab olunur. Bəli, vətən Mərkəzi Amerikadır qarğıdalının. Quliyev və Xaçinov bu bitkinin seleksiyasıyla məşğul olmuşdur. Bəli, bu da doğrudur. Azərbaycanlı alimlərdən də Quliyevlə Xaçinov. Xaçinov Azərbaycanlı deyil, əslində Siri alim olub, səhv eləmirəmsə. Yəni bu bitkinin seleksiyasına məşğul olubdur. Sonra 11-də deyir ki, əgər itdə körpücük sümükləri olsaydı, yəni bilir ki, yoxdur, bayaq da demişdim. Əgər olsaydı nə olardı? Çiyin qurşağı skeleti döş qəfəsinin yalnız bir sümüyü ilə bilavasitə birləşərdi. Bəli, bəli. Çiyin qurşağı skeleti döş qəfəsinin yalnız bir sümüyü ilə bilavasitə birləşərdi. Yəni söhbət döş sümüyü ilə birləşərdi demək istəyir də. Yəni körpücüklər birləşmiş olardı o zaman döş sümüyünə. Amma B-də birləşməmişdi. B-də deyir ki, yəni cavabımız A variantıdır. Yenə o birislərə baxaq həmişə kimi. Kürək sümükləri yalnız borulu sümüklərlə birləşərdi. Yox. Onda körpücüklə birləşmiş olardı kürək. Belə də normalda yalnız borulu ilə birləşib. Amma körpücük də olsaydı körpücüklə də birləşmiş olardı. Körpücük sümükləri yalnız sarı sümük ilə birləşərdi. Yox. Ümumiyyətcə birləşmir. Çiyin qurşağı 2 sümükdən ibarət olardı. Yox. İndi 2-dir. O zaman olardı 4. Qabırğalar inkişaf etməzdi. Yox, niyə inkişaf etməzsin ki? Yəni körpücük sümükdən qabırğaların inkişafı nəyə əlaqəsi? 12-də insanda bədən boşluqlarında yerləşməyən vəzirlər tərəfindən ifraz olunan hormonlar. Vəzirlər insan bədən boşluğunda yerləşməyənlər qalxana bənzər ətraf vəzirlərdir. Sonra kişilərdə toxumluqlardır. Baxaq görək. Onlar tərəfindən ifraz olunan hormonlar soruşur bizdən. Androgen bəli, testosteron bəli, paratormon bəli, kalsitonin bəli. Bəli, elə bunlardır. Elə A variantıdır. Çünki androgenlə testosteron bilirik ki, toxumluqların hormonlarıdır. Paratormon qalxana bənzər ətrafın, kalsitonin də qalxana bənzər vəzinin hormonudur. Heç o birislərə baxmağa dəyməz, bu faktoloji sualdır. 13-də qeyri-allergenlərə qarşı təsiri, yəni epistaz zamanı deheterozigot boz dovşanlarının ada dovşanlarının öz arasında çarpazlaşması zamanı alınan nəsildə boz ada dovşanlarına genotiv müxtəlifliyinin ağ ada dovşanlarına genotiv müxtəlifliyinə olan nisbətini soruşur bizdən. Yəni 16 dənə kombinasiya alınacaq buradan. Genotip olaraq deheterozigot noxud bitkiləri vardı. Onlarda kimdir genotip olaraq? Amma onların fenotipi təbii ki fərqlidir. Çünki biz bilirik ki epistazda bir xüsusiyyət var. 2 dənə dominant gen bir yerə düşərsə, bir allel, məsəl üçün böyük dominant A alleli, dominant C allelinin bastıracaq sanki. Yəni onu inkişafının, onun üzə çıxmasının qarşısını alacaq. Yəni C burada rəng genidir. A isə onun inkişafının qarşısını alan gendir, alleldir. O zaman bizim boz dovşanlarımız nə deyir bizə? Deyir ki, bozların alınan nəsildə boz ada dovşanlarını genotiv müxtəlifliyin ağlara nisbətən. Əvvəlcə yazaq bozların genotiv müxtəlifliyini. Deməli, bozların genotiv müxtəlifliyi nə olacaqdır? Dedi axı, böyük C ilə böyük A olmalıdır. Deməli, bu formada ola bilər. Bir belə ola bilər. Sonra bir belə ola bilər. Sonra bir belə ola bilər. Bir də deheterozigot ola bilər. 4 formada genotiv müxtəlifliyi olacaqdır.
İndi bunun sayıları neçə dənədir? Biz bilirik ki, dihomozigot olanlar sayıları 1 ədəddir. Bir tərəfi homo, bir tərəfi hetero olanların sayıları həmişə 2 ədəddir. Deməli, burada da 2 olacaqdır. Hər iki tərəfdən heterozigot olanların sayı isə 4 dənədir. Deməli, cəmi burada oldu neçə dənə? 8, 9 dənə. 9 dənə bizim oldu bozumuz. Ağ dovşanlarımızın genotipi nə idi bizdə? Demişdik ki, yəni kiçik C olanlar hamısı ağdır. Fərqi yoxdur, onun yanında A alleli böyükdür, kiçikdir. Deməli, onda belə yaza bilərəm ki, ağ dovşanları. Kiçik C, kiçik C, böyüyə, böyüyə, kiçik C, böyüyə, kiçik A, bir də kiçik C, kiçik A, kiçik A. Bunların sayılarına baxanda demişdik, homozigotlar 1 ədəd olur. Bir tərəfi homo, bir tərəfi hetero olanlar 2 ədəd olur. Hər iki tərəfi homodur, yenə burada da 1 ədəd olur. Toplamda bunların sayı nə oldu? Oldu 4. Bizə nə deyir? Deyir, bunun buna nisbətini, bir dəqiqə nə isə deyirsən, genotiп müxtəlifliyinin ağadır. Hə, bizdən sayı soruşmur. Deyir, genotip müxtəlifliyinin o birisinə nisbətin. Hə, mən də bildim, sayı, əgər bizdən sayı nisbəti desəydi, o zaman deyirdik 9 dənə boz var, 4 dənə də ağ var. Amma bizdən demir ki, sayın. Bizə deyir ki, genotip müxtəlifliyinin nisbətini tapın. O zaman deyə burada yazmışam. Ben göy rəngdən eləyim. Bir dənə bu fərqli. Bir bu. Bir bu. Bir bu. Bir bu. 4 dənə burada. 4 dənə burada genotip müxtəlifliyi var. Burada isə 1, 2, 3 dənə də burada var. Deməli 4-ün 3-ə. 4-ün 3-ə də harda veribdir? Elə A variantında verilmişdir. Növbəti sual. Canlı maddələrin hansı funksiyası məhv olmuş orqanizmləri sinter tərəfindən mineral maddələr parçalanmasına əsaslanır? Bu kitab cümləsidir. B variantıdır. Yəni biokimyəvi funksiya 11 sinif testində verilmişdir bu. 15-də şəkildə göstərilən neçə bitkinin vətəni Meksika ola bilər? Meksika olacaqdır. Bir olar, yəni Meksika haradır? Mərkəzi Amerikada, yəni yuxarı Şimali Amerika tərəfdir. Ola bilər o qarğıdalı olsun burada. Bir də olsun, deməli, balqabaq olsun. Qarğıdalı kakao tütün balqabağı idi də. Hə, o zaman bunlar olacaqdır. Bu mərkəzi Cənubi Amerikada olacaqdır. Bunlar da ki aralıqda olacaqdır. Deməli 2 dənəsi. 2 dənəsi Meksikada ola bilər. Növbəti sual. Endoplazmatik şəbəkədə sintez olunmuş fermentlər Golgi kompleksinə daxil olan zaman neçə lipid qatından keçməlidir? Bunlar hər ikisi bir membran orqanoidlərdir və bir membranda bir lipid qatı var, 2 lipid cərgəsi var. İndi endoplazmatik şəbəkədə sintez olunubsa, Golgiyə keçməkdən ötürü gərək bir dəfə endoplazmatik şəbəkəni tərk edəsin ki, bir lipid qatını orada keçsin ki, sonra bir dəfə də Golgi içərisinə keçəndə bir dəfə də orada keçsin lipid qatından. Deməli toplamda 2 lipid qatı eləyəcəkdir. Bir dəfə endoplazmatik şəbəkənin özündən çıxmalıdır, bir dəfə də Golgiyə girməlidir. Ona görə 2 lipid qatı edəcəkdir. Amma cərgə sorsaydı, deyərdi ki, 4 cərgədə. Hansı xəstəliyin törədicisinin əsas sahibi onurğasız heyvanlara aid edilir? Əsas sahibi onurğasız heyvanlara aid edilir, deyir. Baxırıq, deməli, malyariya, elə malyariyadır. Malyariyanın bayaq da bir sual var, daxil belə bir oxşar sual oldu deyəsən. Malyariyanın əsas sahibi anoflis cinsindən olan ağcaqanadlardır, üzü dişi ağcaqanadlardır. Aralıq sahibi isə insanlar ola bilər. Növbəti sual, biopolis fərziyyəsinin ikinci mərhələsi. Bu kitab cümləsidir, əzbərə dayanıq bir şeydir, bioloji polimerlərin yaranmasıdır. B variantı. Çünki birinci mərhələsində də nə idi? Monomerlər idi. İkinci mərhələsi polimerlərdir. Deməli, 19-cu sualda dəniz kələmində fotosintez zamanı əmələ gələn üzü maddədə toplanan enerji 88 kilojouldur deyir. Bu zaman neçə qram glukoz əmələ gəlir və yosunun üzərinə cəmi neçə kilojoul enerji düşmüş olar? Aha. Deyir ki, dəniz kələmində. Dəniz kələmi nə idi? Əvvəlcə onu deyir, laminariyadır. Bu laminariya harda yaşayır? Yaşayır okeanda. Okeanda olan bitkilər günəş enerjisinin nə qədərini istifadə edib fotosintez edirlər? 0,4%-dən istifadə edirlər. İndi bunları bildik. İndi davam edək görə sualımıza nə deyir? Deyir ki, əmələ gələn üzü maddədə 88 kilojoul enerji toplanıb. Biz baxaq ki, görək ümumiyyətcə nə qədər üzü maddə əmələ gəlib bu laminariyada. Bu zaman 88-i bölərəm 17,6-ya. Çünki niyə? 1 qram qlukozda 17,6 kilojoul enerji toplanır. Bu da böləndə eləyir bu təxminən neçə ilə bu bir dəqiqə görüm. 5 dəfə olsa, 5 deyilə. 5 eləyər. Qələmini yazmadı. 5 eləyər. Deməli 5 qram üzü maddə sintez olunubdur. Bizə nə deyir? Deyir ki, bu zaman neçə qram glukoz əmələ gəlir? Hə, 5 qram və yosun üzərinə cəmi neçə kilojoul günəş enerjisi düşmüş olar? Hə, 5 qram glukozamız var bizim. Və bunda toplanan enerji 88 kilojouldur. 88 kilojoul, bayaq nə demişdim? Demişdim ki, 0,4%-dən istifadə edir. Deməli, bu 0,4%-dən istifadə edib 88 kilojoul enerji toplayıb özündə. Bəs əslində bu nə qədər istifadə eləməli idi ki, daha sonra nə qədər onun üzərinə günəş düşməli idi ki, onun 0,4-ü 88 kilojoul olsun.
Deməli 100%-dən də olacaq x. X də bərabərdir 88 vurulsun 100 bölünsün 0,4. Buradakı 0 bura gedəndə 4 ilə 88 gedəndə 22. 22 yanında 4 dənə 0-la o da eləyəcək A variantında verilmişdir. Pankreatit xəstəlik zamanı mədaltı vəzin ifraz etdiyi amilaza fermentin miqdarı ilə bağırsaqda olan nişasta və glikogenin miqdarının dəyişilməsi arasında asılı qrafik. Bu 10-cu sinif dərsliyində modelin barəsi dərsində verilmiş bir şeydir. Əzbərə dayanaq bir şeydir. Sadəcə sözləri qrafika çevirmək lazımdır. Biz nə demişdik? Demişdik ki, amilazanın miqdarı pankreatit zamanı azalır. Amilaza azalırsa, deməli burada nə baş verəcək? Nişastanın həzmi pozulacaq da, yəni həzm olunmayacaqdır. Orada demişdik, hətta qalır qıcqırma gedir orada. Yəni dəyişilməyəcək də, yəni nişastanın həzmi azalmayacaq, həzmi getməyəcək, azalmayacaq. Glikogen də eyni zamanda. Deməli, amilaza azalanda onlarda dəyişiklik olmayacaq. Bir azalacaq, 2 də dəyişiklik olmayacaq. Elə o da baxıram ki, A variantında verilib. Mən yuxarılara baxırdım, aşağıda varmış. Sonra 21-də deyir ki, şəkildə bir rəqəmi ilə işarələnmiş hissədə bir rəqəmi ilə yumurta borusu işarələnib. Yalnız haploid xromosom yığımına malik hüceyrələr olur. Yox, bu yanlış fikirdir. Ola bilər bəlkə maylama gedibdir. Maylama gedibsə zigot da ola bilər orada. Çünki zigot elə demişdik, boru da əmələ gəlir. Bir yanlış. Yalnız diploid xromosom yığımına malik hüceyrələr yox, bu da yanlış, kökündən yanlış. Hüceyrələrdə kombinasiya dəyişkəni baş verə bilər. Bəli, baş verə bilər. Çünki orada dedik axı, kombinasiya dəyişkəni ümumiyyətlə harda baş verirdi? Meyoz zamanı baş verirdi, qamet əmələ gələndə baş verirdi, zigot əmələ gələndə baş verirdi. Və burada da zigot əmələ gəlmə ehtimalı var. Ona görə də 3 ola bilər. Həm haploid, həm də diploid xromosom yığımına malik hüceyrələr olur. Bəli, incə dedim. Bir ola bilər qamet düşsün ora, yumurta hüceyrə düşsün ora, haploid formada olsun. Bir də ola bilər elə zigot da əmələ gəlsin oradan. Yəni diploid da olsun. Bundan başqa məsələn spermatozoidlər də ora qədər gedib çıxırlar da. Yəni orada əslində gedib ora çıxmalıdırlar. Yəni spermatozoid baxımından da baxsaq yenə də haploid hüceyrələr rast gəlmək olur. Sonra Krassingover prosesi baş verir. Krassingover prosesi Krassingover yox, orada baş vermir. Krassingover miyozda baş verən prosesdir. O da gedəcək burada yumurta deməli yumurtalıqlarda olmalıdır. Folikuların içərisində getməlidir. Orada yox. Bu yanlış olacaqdır. Yumurta hüceyrənin tam yetişməsi baş verir. Bəli, yumurta hüceyrəsi burada çıxsa da, folikulun partlaması nəticəsində çıxsa da, onun yetişməsi tam başa çatacaqdır boruda. Ona görə düzün oldu bizdə 3, 4, 6 dedik də. 3, 4, 6 o da Y variantında var. 22-də ABC üçün doğru olmayan deyir tab. A qulaq seyvandır. B haradır? B orta qulaqdır. Burada sümükçüklər desən göstərib. C'dəki eşitmə borusudur. B-nin deyir sayıları yarım dairəvi kanalların sayı ilə birin nisbətində olur. Bəli. Qulaq sümükçükləri 3 cütdür. Yarım dairəvi kanallar da 3 cütdür. Dilim dolaşır nəysə. A ilk dəfə məmələrdə yaranmışdır. Bəli, qulaq seyvanı ilk dəfə məmələrdə yaranıbdır. Elə məmələrə xas olan bir şeydir. C deyir ki, burun udlağı orta qulaqla birləşdir. Bəli, düzdür. A və C orta qulağın hissələridir. C orta qulağın hissələridir, amma A yox. Doğru olmayan budur. Yəni A niyə orta qulaq olsun, yox xarici qulaqdır. B olan hissə hava ilə dolu boşluqdur. Bəli, orada hava olar. Yəni orta qulaq boşluğunda hava olur. Deməli doğru cavab oldu bizdə nə? Oldu nə dedim? D. Sonra şirin su hidrasının antogenezi dövründə malik olduğu hərəkət orqanoidlərinin növ sayı. Demək şirin su hidrasında bir əzlə hüceyrəsi var. Yəni bunun da miofibrilli var təbii ki. Yəni miofibrillər var, hərəkət orqanoidi kimi. Sonra qamçılar var. 1-2 qamçı var. Həm həzm hüceyrəsində ola bilər, həm də cinsiyyət hüceyrəsində də ola bilər. Bir də cinsiyyət bizə maksimum dediyinə görə, baxım gör nə deyir. Maksimumu bizə burada deyir ki, deməli yetkin su hidrasında qolcuqların sayını y-lə verir. Bizə deyir ki, onların fərqi maksimum olsun. Deməli fərqi maksimum olması üçün mən bütün belə deyim də bu x-ımı gərək maksimum rəqəm götürəm ki, böyük rəqəm götürəm, maksimum böyük rəqəm götürəm ki, y-dən çıxanda aldığım cavab da maksimum olsun. O zaman mən baxa bilərəm ki, hidranı deməli cinsi yolla çoxalan vəziyyətinə baxa bilərəm. Yəni cinsi hüceyrələrin əmələ gətirmə ehtimalı nəzərə almalıyam. O zaman yumurta hüceyrənin də əmələ gəlməsini burada əlavə etsək, orada bilir ki, yalançı ayaqlar var axı yumurta hüceyrədə. Ona görə onun hərəkət orqanoidlərinin növ sayı deyəndə olacaq 3 dənə. Bir qamçı, bir miyofibril, bir dənə də demək yalançı ayaq. X-ımız deməli oldu 3. 3. Bu qəribədir. Malik olan hərəkət orqanoidlərinin növ sayı 3-dür. Axı X-dan Y-ə çıxmaq olmur. Tərsinə olmalıdır. Y-dən çıxmaq lazımdır. Yetkin şirin su hidrasının qolcuqlarının sayı, yəni 5-12 ədəddə qolcuq olur da. Maksimum deyəndə 12 götürək. Amma burada səhv veriblər. X-dan Y yox, Y-dən X əksində çıxmaq lazımdır. Yəni 12-dən 3 çıxmaq lazımdır. Cavab 9 eləyər.
Yəqin ki, orada yanlışlıq düşübdür. İndi fikir verirəm ona. Deməli, hansı xəstəliklərin törədiciləri, bir dəqiqə görün düz vaxtım. Hə də, hə. Əslində Y-dən ikisi çıxmaq lazım idi. Hansı xəstəliklərin törədiciləri atomların birinci növ biogen miqrasiyasını həyata keçirən orqanizmlərə aid edilə bilər? Hə, burada deməli bir hüceyrələr olacaq bizə. Atomların birinci növ biogen miqrasiyasında bir hüceyrələr olur və bunlar bütün aləmlərin nümayəndələrində rast gəlinə bilər. Baxaq indi yuxu xəstəliyi, bəli, protozozdur, olar, bir hüceyrəlidir. Qoturluğun törədicisi gənədir. Bu olmaz. O çox hüceyrələrdə axı. Gənə getdi. Sonra daha doğrusu qoturluq getdi. Intrabiyoz qurtdur, helmintozdur, o da getdi, çox hüceyrəlidir. Toxoplazmoz protozozdur, bəli, olar. Leishmaniyoz protozozdur, olar. Ankilostomuz helmintozdur, olmaz. Deməli 1, 5, 1, 4, 5 olar. Sıralamanı düz deyək. 25-də qadın orqanizmində yalnız bir bədən boşluğu hüceyrələrində baş verir. Yalnız bir bədən boşluğunda baş verəcək proses, bu söhbət təbii ki, çanaq boşluğunda gedən prosesdən gedəcək. Haploid xromosom dəstinin yaranması, bəli, bu ancaq burada gedəcək. 2 xromatid xromosomların kütləli çəkilməsi, bəli, təbii ki, meyoz burada gedəcək deyə olacaq. Mutasiya dəyişkənliyi yox, mutasiya dəyişkənliyi müxtəlif yerlərdə gedə bilər. Yəni mutasiyanın müxtəlif növləri var. Məsələn, gen mutasiyası götürsək, yəni istənilən yerdə gedə bilər. Kombinasiya dəyişkənliyi burada gedəcəkdir. Çünki o birbaşa cinsiyyətlə, yəni çoxalma prosesi ilə əlaqədardır. Yəni meyozla, zigotla filan. Bir xromatidli xromosomların kütləli çəkilməsi yox. Bu meyozla mitozun oxşar xüsusiyyəti olduğuna görə mitoz kimi də baxa bilərik ona. Yəni müxtəlif yerlərdə gedə bilər. Ana hüceyrədə olan irsi məlumatın dəyişmədən qız hüceyrədən ötürülməsi bu yox. Bu da yəni mitoza aid olan xüsusiyyətdir. Bu da istənilən yerdə gedə bilər. Deməli ancaq çanaqda getdi 1, 2, bir də 4. 1, 2, 4 dedik. Sonra növbəti sual. Bu niyə işləmir? Nəsə. İşləmədi nəsə. Qəlbədə işləmədi. Hə. Dəqiqə. Geoxronoloji cədvələ əsasən baş verən proseslərin ardıcıllığını müəyyən edin. Molluskalar və boğum ayaqlarının quruya çıxması. Molluskalar, boğum ayaqları quruya çıxıbdır. Deməli, silur dövründə, paleozoyun silur dövründə. Heyvanlarda 4 toxuma qrupu yaranıbdır. Deməli, bunu dedik. Necə getdi? Silur dedik. Heyvanlarda 4 toxuma qrupunun yaranması bu proterozoidadır. Bitkilərdə 6 toxumanın qrupunun mövcud olması bu paleozoid olacaqdır. Tozlayıcı həşəratların yaranması. Tozlayıcı həşəratlar yaranıbdır. Gərək ki, çiçəli bitki yaransın ki, onu tozlayan həşərat da olsun. Təbaşirdə olacaq mezozoida. Uçan onurğaların yaranması mezozoidun yurasında olacaq. Ürəyində arterial qanla venoz qanından tam ayrılmış olan soyuqqanlı heyvanların meydana çıxması. Bu da olacaq deməli, söhbət timsahdan gedir, bu da triasda sonda olacaq, triasın sonunda. Bizə nə deyir? Ardıcılığı tapmalıyıq. Deməli, birinci gələcək 2, çünki proterozoidur. Sonra gələcək 1, molluskaların çıxmağı. Sonra gələcək bitkilərə toxuma qrupu 3. Sonra gələcək deməli yura, yox bir dəqiqə trias 6. Sonra yura gələcək 5. Sonra təbaşir gələcək 4. 2, 1, 3, 6, 5, 4. Növbəti sual. Uyğunluğu müəyyən edin. Hüceyrə mühəndisliyi, gen mühəndisliyi. Cinsi yolla çarpazlaşması mümkün olmayanların biz onu hüceyrə mühəndisliyindən edirik. Bakteriyalardan xromosomdan kənar bu gen mühəndisliyidir. Baxan kim bilir. Xərçəng hüceyrələrin limfositlərin bu da hüceyrə mühəndisliyidir. Elə 3 dənədir. Bir dəqiqə görüm. Bu tərəfdə də var. Hə, burada da varmış. Deməli, nə dedik? Təzədən yazdım. Hüceyrə mühəndisliyi nə dedim? Deyəsən A dedim. Bir də C dedim. Gen mühəndisliyi B dedim. Bir də indi baxıram. Sonra homoloji xromosomlardan birini yaxud hər ikisini dəyişməyinə yox. Bu xromosom mühəndisliyidir. Heç birisinə aid deyil. İstənilən geni əvvəl hüceyrəyə, sonra isə onun genomuna, bu da aid olacaq deməli gen mühəndisliyinə. Deməli 1-ə oldu AC, 2-yə B-yə. İndi keçək situasiya suallarına. Deyək 5 uşaqlı bir ailədə 3 uşağın dərisi balıq dərisi kimi pocuqları örtülmüşdür. Deməli bu 3 uşaq nədir? Oğlan uşağıdır. Çünki biz demişdik ki, Y xromosomu keçən xəstəliklər var. Autosom gen mutasiyası, autosom nə idi? Cinsiyyətlə keçən, yəni Y xromosomu ilə keçən gen mutasiyalar var. Onlardan biri də Y-dən keçənlərdən biri də balıq pulcuqlu dəri olan xəstəlikdir. Ancaq oğlanlarda olur. Çünki Y-dən keçir axı dedim. 5 uşaqlı bir ailədən deməli 3 oğlandır. Oğlan. Deməli ikisi nə olacaq? İkisi qız olacaq. Ay yox, qız yazmaq hələ bilməyək də, bəlkə heç qız deyil. Amma yox, qız olacaq ikisi. Niyə? Çünki əgər 3 dənə oğlanda varsa, deməli bunların atasında var imiş. Atasında varsa, doğulacaq oğlanların hamısının xəstə olma ehtimalı var. Deməli, sağlam olanlar qızdır.
Bizə nə deyir? Deyir, xəstə uşaqların oğlan və qız olduğunu müəyyən edin. Elə bunu müəyyən etdim. Zaten danışdığım elə bunun cavabı idi. Bu ailədə olan qızlar gələcəkdə ailə quran zaman onların uşaqlarında bu xəstəliyə təsadüf etmək olarmı? Yəni bu xəstəlik qızlarla əlaqəli deyil. Əgər o qız gələcəkdə onun övladında bu xəstəlik ola bilərsə, deməli onun ailə qurduğu deməli oğlanda da bu xəstəlik Y xromosomundan var ki, onun övladında olma ehtimalı olsun. Deməli onun ailə qurduğu şəxs əgər bu xəstəliyə görə həmin geni özündə daşıyırsa, varıdırsa, onda olacaqdır. Yəni bunu yazmaqda olmuş, ifadə edirəm bunu. 30-da nə deyir? Deyir ki, xəstə uşaqlardan birində bağırsaq hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində DNT zəncirlərinin sayı. Yəni somatik hüceyrəsinin bölünməsindən söhbət gedir. Onun anafaza mərhələsində olacaq 4N, 4C. Yəni mitozun anafazasından söhbət gedir. DNT zəncirinin sayısı olacaq 8Z. Z zəncir kimi yazıram da. X-imiz bu oldu. X-imiz. Nə deyir bizə? Deyir, xəstə uşaqlardan birinin qaraciyər hüceyrəsinin bir nüvəsində olan xromosom müxtəlifliyin sayı, qaraciyər hüceyrəsi somatik hüceyrədir. Onun bir nüvəsində olan xromosom müxtəlifliyi onun deməli biz bilirik ki, oğlanlar insanlarda, yəni oğlanlar məməlilərdə də belə deyək, erkək fərdlər XY xromosom dəstinə sahibdir və onların müxtəliflik haploid xromosom dəstindən bir vahid artıq olur. Yəni 24-ə bərabərdir. İnsanda xromosom dəsti 46 olduğuna görə, haploid 23 olduğuna görə o da 24 olacaqdır. Y-də 24 nə deyir? X-dən Y-in fərqini deyir. Tab X-imiz 8, yəni 8 vur 23. 8 23-ə vuranda bu eləyir 4, 16, 16 18 yəni 18. 184-dən 24 çıxanda qalır 160. Deməli cavab 160. Bu qədər. Bugünkü sınaq bu qədər. Növbəti sınaqlarda görüşərik.